Bizim en büyük nailiyetimiz odur ki halkımız azadlığa çıkıptır. Bizim müstakil devletimiz var. Biz öz talihimizin sahibi. Dünya halklar içerisinde, dünya birliği içerisinde, dünya ülkeleri içerisinde layıklı yer tutmuşuz. Ve en asas da odur ki bütün çetin proseslerden geçerek Azerbaycan'ın devlet müstakilliğini koruyup saklamışız. Müstakilliği elde etmek asan değil, onu saklamak daha da çetindir. Ama biz bu yoldan gedirik. Biz bu yoldan gedeceğiz. Biz bu mübarizəni aparırıq. Bu mübarizəni aparacağız. Benim özüm de, benim evlatlarım da müstakil Azerbaycan'ın yaşaması yolunda kurban olma hazırım. Müstakil Azerbaycan devletinin özünü korumak için, halkını korumak için gücü var. Ve buna arkain olabilirsin. Ve ne kadar ki Azerbaycan'da Heydər Əliyev var, Azerbaycan'ın müstakilliği de var. Ama Heydər Əliyev de çok olacak, arkain olur. 1918-ci ildə Azerbaycan Xalq Cumhuriyyətinin yaranması Azerbaycan halkının hayatında tarihi hadise olmuştur ve halkımızın devletçilik selnamesinin parlak sayfelerindendir. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq Müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı biz, Azərbaycan xalqı yaradıbdır. Bu bir də onu göstərir ki, Azərbaycan xalqı böyük xalq. Azərbaycan xalqı azadlıq sevər, mütərəqqi xalq. Azərbaycan dövləti, Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bugün tam qətiyyət dövrü var ki, Azerbaycan'ın devleti, müstakil Azerbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cumhuriyyətinin varisidir. Ve bu varislik prinsipini biz şerefle, sadaketle yerine getirdik. Müstəqilliyin əhəmiyyəti bugün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamış. Biz öz talihimizin sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında öz yerimizi, layıqlı yerimizi tutmuşuq və müstəqillik, inkişaf yoluyla bundan sonra da gedəcəyik. Biz Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq, xalqın iradəsi əsasında irəliyə gedəcəyik. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik. Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkə çevirdik və əsas məsələmizi ərazi bütövlüyümüzün bərpasını təmin etdik. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Ve bundan sonra Azerbaycan yalnız inkişaf edecek. Bugün əsl müstəqillik dövrüdür. Çünkü bugün biz öz geleceğimizi müəyyən edirik. Bugün biz özümüz kararları kabul edirik.
Bugün Azərbaycan xalqının iradəsi Azərbaycanda hökm sürür. Və bugün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir.